Salam aleykum əziz dostlar. Deməli, təbliğat güclü gedir, gözünüz açıq olsun. Hər zaman, yəni öz millətimizə inanın, başqaları dinləməyin. Bilirəm, bizim adımızdan çoxlu səhifələr açılıb və bizim yerimizə yazanlar var, onun üstündə işləyənlər var. Amma indi də sosial mediada çox şeylər yayırlar. Biri misal üçün bir ara Fələstin haqqında yayırdılar, indi də İran haqqında. Məqsəd odur ki, müsəlmanları bir-birinə düşman göstərmək. Yəni indi də sosial mediada görün nə yayırlar. İran Ermənistana kömək eləyib və vaxtında yadınızdadır, dedilər Fələstin Ermənistana kömək eləyib. İndi də İran kömək eləyib. O haqda Hikmət Hacıyevin də çıxışı var, o haqda İlham Əliyevin də çıxışı var, o haqda hətta rəhmətli Heydər Əliyevin də çıxışı var. Və Heydər Əliyev deyirdi ki, deməli Ermənistanı qınayan cəmi iki dövlət olub, biri Türkiyədir, biri İrandır. Müsəlmanın dalında heç duran yoxdur, başa düşürsən? Yoxdur. Amma bu erməniləri bütün dünya dəstəkləyir. Dünyada bir devlet, bir Türkiye'den bir de İran'dan safayım. Ermenistan'ı tecavüzkar devlet kimi tanımır. Başa düşürsünüz yoksa? İslam konferansı da tanıyır. Çünkü İslam konferansında yegane yerdi ki biz İslam konferansında qətnamələr çıxardırıq Ermənistanın Azərbaycanın təcavüzü haqqında. Ama o qətnamələr de orada kalır. Reallıq bundan ibarətdir, əzizlərim. Baxın bu təbliğat nə cür gedir və baxın bizim millətimizin başını nə ilə doldururlar və necə ümumiyyətlə müsəlmanla bir-birimizi düşman etmək istəyirlər və təbii ki bunu müsəlman edən deyil, özünüz yaxşı fikirləşin kimə bu lazımdır və nəyə görə bunu edirlər. Bu noktada ne söylemek istersiniz özellikle İran ve Rusya'ya? İranla əlaqədar, İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hangi bir məlumat yoxdur. Əksinə deyə bilərəm ki, İran və Gürcüstan öz hava sahəsini və quru yollarını Ermənistana silahların daşınması üçün kapatdı. Və buna görə biz bir daha İran və Gürcüstan hökumətlərinə təşəkkürümüzü bildirmək istəyirik.